Maya İmran, Xocalı hekayə. Xocalı faciəsi ilə eyni ildə doğulan uşaqlar mənimlə yaşıddı. Həmin gecə Xocalıda doğula bilməyən uşaqlar da Xocalının həsrəti ilə yaşıddı. Sinifimizdə bacı-qardaş oxuyurdu, əkiz deyildilər, amma 10 ay yaş fərqi ilə eyni ildə məktəbə qəbul edilmişdilər. Hər il Xocalının anım günündə anası sinif otağımıza halva gətirirdi. Tək bizim sinifə yox, bütün məktəbə. Halvanın qoxusu məktəbi elə bir yürüdü ki, məcburən boşqablara bölüb sinif-sinif paylamalı olurdu. Məktəblə evimizin arasındakı məsafə cəmi 300 metr olsa da, uşaq ağlımla onlar necə xoşbəxtdir, məktəb evlərindədir deyə qibtə etdiyim də olmuşdur zamanla. Dərsə heç zaman gecikməz, ürəyi ev istəsə, sadəcə yan otağa keçər, anası ilə, atası ilə söhbətləşər, su içər, çay içər, yenə dərsə qayıdardılar. Ya da anası Cəmilə xala sinif otağımızın qapısını astaca açıb, müəllimdən icazə alırmış kimi təbəssüm edib, "Müşfiq, gəl yeməyini ye, qayıdarsan." Müəllim icazə verdi, deyə uşağı dərsdən evə aparardı. Beləliklə o uşaqlar dərsin gərginliyini evlərinin içində qətiyyən hiss etməz. Həmişə anaya, yeməyə, suya, çaya yaxın aramla elmlə məşğul olardılar. Qəribədir ki, müəllim də heç zaman onlara əsəbləşməz, hər istəklərinə, xahişlərinə təmkinlə cavab verərdi. Dərs arası fasilədən başqa, heç bir halda sinifi tərk etməyimizə icazə verməyən müəllimimiz onların xahişi qarşısında həmişə aciz hiss edərdi özünü. Bunu 3-cü, 4-cü sinifdən daha yaxşı duymağa başlamışdıq. Dəfələrlə öz aramızda səbəbini axtarmağa çalışsaq da nəticəsi olmamışdı. Dekabrın sonları idi. Yeni ilə sayılı günlər qalmışdı. Yenə məktəbi halva qoxusu bürümüşdü. Görünür bu dəfə halvanı bütün məktəbə paylamamaq üçün dərs saatının sonlarında bişirməyə başlamışdılar. Məktəbin tamamilə sakinlərinə aid olan dəhlizində bir qadın gördüm. Onu ilk dəfə deyildi görürdüm. Birinci dəfə Novruz ərəfəsində görmüşdüm. Tətilə az qalmış, sinifin uşaqları evlərində bayram qabağı bişən şəkərbura paxlavadan gətirib, dərs arası həvəslə yeyirdilər. Bu dəfə Müşfiqi və bacısını çağırmaq üçün qapını anası Cəmilə xala deyil, daha gənc, uzun hörüklü, sərvi boylu xanım açdı. Heç müəllimənin üzünə baxmadan Müşfiq, gəl uşaqların kətə payına apar deyib qapını örtdü. Müəllim icazə istənilməsini gözləmədən get Müşfiq dedi. 10 dəqiqə sonra sinifə üzəri qıpqırmızı, isti Qarabağ kətəsi paylandı. Dərs arası fasilədə bircə uşaq da sinif otağından dəhlizə çıxmadı. Hər kəsin başı kətə yeməyə elə qarışmışdı ki, milçək uçsa səsi gələrdi. Kətənin sirrinə gücünə baxa, dərs izah edəndə belə dinməz, qalmazsınız heç. Müəllim yarı zarafat, yarı gerçək halda dedi. Uşaqlar gülüşdü. Dadlıdır müəllim, siz niyə yemədiniz? Siz yeyin, mən istəmirəm. Müşfiqin bacısı Ləman uşaq lovğalığı ilə dilləndi. Müəllimin payı ayrıcadır, anam qavqarıb. Nə ehtiyac var qızım? Deyərdin əziyyət çəkməsin. Yox müəllim, elə şey olar. Qonşuyuq burada, qoxusu yayılır. Dadmasanız ayıb olar. Müəllim xeyli fikrə getdi. Biraz uşaqlıq yaşamayan uşaqlardan, biraz məktəbə dönən həyatlardan, biraz da evə dönən məktəblərdən keçdi xəyala. Uşaq ağlı ilə hər kəs bir-birinin ağzına baxırdı. Bu dəfə heç kim tez bitirməyə tələsmirdi. Asta-asta çeynəyir, hər tikənin ləzzətini almağa çalışırdılar. Qəmər mənzərədən lap zövq alırdı. Onların evində bütün bayramların ən ləziz şirniyyatı bu qədər uşaq üçün yeni dad idi. Gizlincə anası ilə öyünürdü də həmin an. Sizin ananız bu kətədən bişirə bilmir? Hər kəs ilk yoxu gözləyirmiş kimi bir-birinin üzünə baxdı. Ard-arda yox kəlməsi eşidilməyə başladı. Eybi yox, mən sizə hər bayram gətirərəm Qarabağ kətəsi. Mənim anam çox bişirir, hamıya çatar. Hələ deyib ki, anam Qarabağ geri qaytarılsın, bütün məktəbə Qarabağ kətəsi bişirib paylayacam. Onlar Xocalıdan gələndə kətənin xəmiri süfrədə qalıb. O gecə anamgil çərşənbə üçün biş-düş edirlərmiş. Yaxşı Qəmər, anam deməmişdi hər sözü danışmaq olmaz. Bu gizli söz deyil ki. Amma yenə də danışmaq olmaz. Deyirsən Sarabacı yenə ağlasın? O burada deyil ki. Burada deyil, amma eşidə bilər. Görürsən o qapını açanda heç tıqqıldatmırdı. Elə birbaşa açır. Bəlkə indi də qapının ağzında dayanıb bizə qulaq asır. Sus. Hə, elə həmin gün ilk dəfə görmüş, haqqında ilk dəfə eşitmişdim Saranı. Müşfiqlə Qəmərin əmi dostusu imiş, əmisinin həyat yoldaşı. Uşaqlar tətil qabağı dərsə soyuqluq göstərir. Biri şənlik üçün əldə etdiyi bileti çantasından çıxarıb yüksək səslə lovğalanır. Biri deyir ki, yeni il bizim kənddə elə maraqlı olur ki,
Atam məni kəndə babamgilə aparacaq. Bir sözlə, dərsdən başqa hər mövzuda səs-küy eşidilirdi dəhlizdən. Məktəbimizin qaçqın və məcburi köçkünlər yaşayan uzun dəhlizinin lap sonunda bir qadın divara söykənib çöməlmiş, saçları yeri süpürürdü. Uşaqlarla bərabər səs-küy də dəhlizdən bayıra çıxdı, uzaqlaşdı. Mən ayrılıb dəhliz boyu saraya tərəf getdim. Bəli, düz təxmin etmişəm, Saradır. Belə uzun hörük başqa kimdə var ki? İki əli ilə qarnını bərk-bərk sıxmış, başını da dizinə qoyub dinməz oturub. Sara, nə olub sənə? Deyəsən məni eşitmədi. Sara, yaxşısan? Sara ölüb. Necə yəni, burdasan, danışırsan? Amma ölmüşəm. Ən pis ölmək də bax budur, belə ölmək. Ölmək, amma nəfəs ala-ala. Niyə belə deyirsən? Ölsün səni istəməyənlər. Anamın bu sözü son zamanlar dilimə düşmüşdü, həm də xoşuma gəlirdi. Bilirsən, sinifimizdə hər kəs deyir ki, Saranın hörüklərindən uzun hörük görməmişik. Heç bizim sinifdə də səndən gözəl qız yoxdur. Müəlliməmiz də demişdi ki, Müşfiq, əmi dostun elə Sara xatun kimidir. Bilirsən, Sara xatun kimdir? Bilmirəm, heç nə bilmirəm, mən ölmüşəm. Bəsdir də, niyə ölürsən axı? Qarnını ovuşdurur, hıçqırırdı. Deyəsən, ağladığını indi anlayıram. Qarnını qucaqlayıb için-için ağlayan gənc qadına baxdıqca, müəllimin danışdıqları şeiriyyətdən, bədilikdən çıxıb film kimi canlanırdı gözümün önündə. Sara, ağlayırsan, nə olar ağlama, deyəsənə necə kömək edə bilərəm? Ölülərə kömək etmək olmur, get buradan. Məyusluğumu sığdıracaq söz tapmadım. Saradan xəbərsiz incidim ondan, evə getdim. Tətildən qaydandan onu bircə dəfə görmədim. Qəmərdən bir neçə dəfə soruşmuşdum, demişdi ki, əmi dostum xəstələnib, anam bizi onun yanına buraxmır. O sizinlə birlikdə yaşayır? Hə, bizim otaq böyükdür, bizimlə qalır. Amma indi atam pərdə çəkdi otağa, dedi ki, daha Saranın ayrıca otağı olsun. O bəzən heç kimi görmək istəmir. Əmini də görmək istəmir. İstəyir, amma görə bilməz axı. Əmim ölüb, heç qəbri də yoxdur. Bircə şəkli var, toylarında çəkilən şəkil. Gözəl olub, əmim. Anam deyir, o vaxtlar kəndin bütün qızları əmmə görə Saraya paxıllı gedərmiş. Çox qızlar sevirmiş əmmi, amma əmim təkcə Saranı sevib. Sonra da elə Sara üçün ölüb. Necə ki? Anam elə demişdi. Deyir, Sara üçün öldü. Ermənilər Saranı öldürmək istəyəndə əmim onun əvəzinə özünü atıb silahın üstünə. Axı, çox sevirmiş Saranı. Onların balaca uşaqları da varmış. Hələ əmi dostumun qarnında imiş. O da həmin gecə ölüb. Anam deyir ki, əmin adını Nərgiz qoymuşdu. Qışdan sonra ilk çiçək açan gül Nərgizdir. Onlar da həmin il baharın gəlişini Nərgizin gəlişi üçün gözləyirmişlər. Amma ölüb Nərgiz. Ermənilər çox pisdir. Nərgiz hələ əmi dostumun qarnında imiş. Bax, balaca qız onları nə edib ki? Sara tez-tez ağlayır, çox darıxır Nərgiz üçün, əmim üçün. Mən saçlarını sığallayıram onun, deyirəm, bəlkə gəldilər, ağlama. Amma həmin vaxt, yəqin ki, o məni eşitmir. Bəzən yatana qədər saçlarını darayıram onun. Bilirsən, Saranın saçları niyə elə uzundur? Anam deyir ki, əmim öləndən sonra Sara heç zaman saçlarını kəstirməyib. Dərs arası fasilədə Qəmər evlərinə keçir, Müşfiq oğlanlarla söhbət edirdi, dərs boyda danışmağa, Sara haqqında uzun-uzadı söhbətləşməyə imkan olmurdu. Amma dəhlizin həmin hissəsindən keçəndə gözüm həmişə Saranı axtarırdı. O tarixdən sonra Saranı heç zaman görmədim. Ara sıra anidən ağlıma gəlir, beynimdə onunla bağlı səbəbsiz suallar dolaşır, uzaqdan tanıdığım birinin yaddaşımda belə dərindən iz buraxması özümə də qəribə gəlirdi. Hətta bəlkə də Müşfiqdən, Qəmərdən daha çox mənim yadıma düşürdü Sara. Fevralın 25-i müəllim sonuncu dərsi Xocalı faciəsinə həsr etdi. Əziz şagirdlərim, bu tarixi unutmayın. Məhz bu gündən sabahki tarixə keçən gecə ermənilər rusların 366-cı moto atıcı alayının köməyi ilə Xocalını işğal etmiş, əhaliyə misli görünməmiş vəhşilik göstərmiş, soyqırımı törətmişlər. Təsəvvür edirsiniz, 25 uşaq, sizdən kiçik 25 uşaq hər iki valideynini məhz həmin gecə itirib. 613 günahsız Xocalı sakini həmin gecədən səhərə sağ çıxmayıb. 63 uşaq müəllim udqundu, ağlamamaq üçün dərindən nəfəs aldı və davam elədi. 63 uşaq, bəlkə də yenicə addım atan, həmin gecə anasını layləsi ilə yuxuya gedəcək körpə də o dəhşətli gecənin qurbanı olub. O zaman bəziləriniz yenicə doğulmuş olardınız, bəlkə də heç dünyaya gəlməmişdiniz. Amma bu tarixi öyrənərək, oxuyaraq, o gecə düşmən vandalizminin qurbanı olmuş həmvətənlərinizi tanıyaraq böyüyün.
Qisas hissi sizinlə bərabər böyüsün. O körpələrin, o günahsız insanların qanı yerdə qalmasın. Xocalıya ədalət tələb edin. Mənim danışdıqlarımı indi yalnız bu otağın içindəkilər eşidir. Amma siz elə böyük adam olun ki, səsinizi daha yüksək yerlərdə eşitdirə biləsiniz. Xocalıya ədalət tələbimizi qoy bütün dünya məhz sizdən eşitsin. Böyüyün, oxuyun, tariximizi, bizə edilən haqsızlıqları, ədalətsizlikləri bilin. Mübarizə aparın. Xocalı yaramızı siz sağaldın. Lazım gəlsə güc yolu ilə, yetər ki, bu haqqı yerdə qoymayın. Hə, bir də ki, sabaha Xocalı haqqında fikirlərinizi, düşüncələrinizi əks etdirəcək rəsm çəkə bilərsiniz. İnşa yazın və ya şeir əzbərləyin. Sabah hər kəs bir nəfər kimi Xocalının səsi olacaq sinifdə. Yaxşımı? O gün hər zaman ağırlığından gileyləndiyimiz çanta yük olmamışdı çiyinlərimizə. Yalnız kitablardan, danışılanlardan bildiyimiz bir tarixin hüznü ağırlaşdırmışdı addımlarımızı, məyusluğun ağırlığı asılmışdı çiyinlərimizdən. Dərsdən evə buraxılınca məktəbin dəhlizinə quzğun kimi səpələnən, səs küyündən divarları silkələyən uşaqlar həmin gün dolmuş bulud kimi ötüb keçdik boş dəhlizlərdən. Müəllimin tapşırığını yerinə yetirmək üçün dəftərçəmlə qələmi götürüb yatdığımız otağa keçdim. Saranın hörüklərindən yazmağa başladım. Səhər saat 8-də məktəbin bütün şagirdləri məktəbin qarşısında sıra ilə düzülür. A, B, C, D bölgüsü üzrə məktəbə daxil olurdular. Məktəb evlərində olan Müşfiqlə Qəmər sıra düzülüşü üçün həmişə gec qalar. Hətta dərsin başlamasından 10 dəqiqə keçmiş güclə çatdırardılar özlərini. Artıq onların sinif otağına tənginəfəs girişinə hər kəs alışmışdı. Adətləri üzrə bu gün də sırada yox idilər. Təqvimin məzmununa uyğun məktəbin girişinə Xocalı faciəsi sözləri yazılmış böyük lövhə asılmışdı. Himn səsləndi, şagirdlər uca səslə himni oxudular. Eyni anda məktəbin içərisindən dəhşətli qışqırıq qopdu. Kimsə "Ay aman" deyib haray çəkdi. Məktəbin qarşısına düzülmüş məktəb direktoru, müavini, müəllim heyəti geri çevrilib məktəbin içərisinə yürüdülər. Müəllimlərin ciddi nəzərləri altında sırada səliqə ilə dayanmış şagirdlər müəllimlərin təlaşını görüb bir-birini itələyərək məktəbə soxuldular. Hər kəs qaçqın və məcburi köçkünlərin yerləşdiyi yarıqaranlıq dəhlizə Saragil tərəfə qaçırdı. Dünən saçlarına hekayə yazdığım Sara bu səhər saçlarından asılmış halda qarşımdaydı. Əllərimlə gözlərimi örtdüm. Bir anlıq bu mənzərənin yuxu olmasını dua etdim, amma dualar çox zaman gecikmiş olur. Boynundan qəddarca dartan kəndirin üzərinə həm də hörüklərini dolamışdı. İlk baxışda saçları qatil kimi görünürdü. Rəngi göyərmiş, göz qapaqları şişmişdi. Müşfiqlə Qəmər kənardan baxıb için-için ağlayırdı. Görünür yuxudan yenicə oyanmışdılar. Dərsə gecikəcəkdilər. Həmin gün yenə məktəbi halva qoxusu bürüdü. Cəmilə xala sinif-sinif gəzərək kiçik boşqablarda halva payladı. Saranın Xocalı dadında halvasını. 23 il ötüb uşaqlığımın o ağır xatirəsindən bu illər ərzində Müşfiqi bircə dəfə 2019-cu ildə görmüşəm. Dedi, Qəmər ailə qurub, 2 qız övladı var. Bir də dedi ki, Qəmər qızlarına Sara və Nərgiz adını qoyub. Özü də arzusundadır ki, tezliklə torpaqlarımız düşməndən azad olunsun. Sara ilə Nərgizlə birlikdə Xocalıya getsin. Həm də Saranın məzarı üçün Xocalı torpağı gətirsin. Bəlkə bədbəxtin ruhu onda rahatlıq tapar. İnşallah dedim. İçimdə ümid var idi. Bizimlə yaşıd Xocalı yaramız bizimlə böyüyürdü. Axı biz həm də güclənirdik. İçimdə 2016-cı ildə Cocuq Mərcanlıdan, Lələtəpədən başlayan yolun Xocalıya qədər gedəcəyinə ümid bəsləyir, o ümidi ilbəil böyüdürdüm. Biz böyüdük, gücləndik. O gecə Xocalıda haray çəkən, fəryad qoparan qadınların, körpələrin səsi, sonra Saranın ölümündə, intiharında gizlətdiyi səssiz üsyanı bir gün mütləq zəfər sevincinin qışqırığına çevriləcəkdi. İlahi ədalət varsa belə olacaqdı. Xocalı yarasının da, mənim də, Müşfiqin, Qəmərin də 31 yaşı var. 2023-cü ildir. Məzlumun ahını alanların haqqın doğanağından keçdiyi dövrü yaşayırıq. Ədalətin tərəzisi Laçın sərhəd buraxılış məntəqəsində qurulub. Atam eyni uşaqlığımda kimi sözümüzü yarıda kəsib deyir, "Kirin bir kirin, sonra danışarsınız." Bizə qəhər içində zəfər xəbərini çatdıran xanım aparıcı təbəssümlə axşamınız xeyir əziz tamaşaçılar deyərək birbaşa xəbərə keçir.
Sizə çox vacib xəbəri çatdırmaq istəyirəm. Dırnaqarası Qarabağın Təhlükəsizlik Şurasının keçmiş sədri Arşavir Qaramyan Surenoviçin Laçın nəzarət buraxılış məntəqəsində saxlanılıb. Bildiniz yəqin bu hansı Qaramyandır? O Qaramyan ki 1992-ci il fevralın 26-sında Xocalda azərbaycanlılara qarşı törədilmiş soyqırımın iştirakçısı və təşkilatçılarından biri olub. Hələ xüsusi cəza üsullarından ibarət siyahı hazırlayıb onları bir-bir tətbiq edib. Hə Qaramyan, hələ bu harasıdır? Qara günlərin hələ qarşıdadır, deyərək aparıcı istehza edir. Heç kim eşitməyəcək tərzdə pıçıldadım. Hə Sara, bax indi rahat uyu. Bu yaz nərgizlər çiçək açacaq Xocalda. Bu yaz sevdiyi nərgizdən çələng taxacaq hörüklərinə. Xocalı Azərbaycandır. İndi ən çox da Xocalı sənindir, nərgizindir, sevdiyinindir. Bu həsrətə sadiq qalanlarındır.